Hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün sizə elə bir gözəl evin təqdimatındayım ki, dəyərli izləyicilərimiz, həqiqətən tərifə layiq. Düzdür, onsuz da bəziləri heç vaxt heç nəyi bəyənmirlər. Yorumlarda onsuz da yazacaqlar. İndi dəyərin bilənlər isə təbii ki, yaxşı sözlər yazacaqlar. 5 otaqdan ibarətdir, 2 mərtəbəli hündür zirzəmisi var. Ümumilikdə 4 dövrəma cütdaşdan inşa olunub. Fundament, kəmər, mərtəbə arası monolit beton və birinci mərtəbədə qonaq otağından başqa digər hissələrdə monolit betondur. Hörmətli izləyicilərimiz, bəzi evlərdə kəmər 4 dövrəmə fırlanır, amma burada ara divarlarına kimi kəmərdir. Ustanızı gətirin, baxsın. Bir söz demirəm. Ustanızı gətirin, baxsın, okey verərsə alın. Həqiqətən öz və tikmək istəsən, deyərdim ki, bu cür ev tikənməzsən. Tərifə layiqdir, ona görə tərifləyirəm. Kimdə ki, xoşa gəlmirsə, dediyim ki, ustasını gəzsin, sübut edək necə tikilib. 1.8 sot torpaq sahəsində inşa olunub, kubçalıdır. Həyəti tamet daşlardan gördünüz, gözəl tamet daşlardan üzlənib, kusuruma görə üzr istəyirəm. Həyətə daxil olan avtomobil qapısı, bütün kommunallar var, sayğaclar quraşdırıb, həyətin trapına kimi mövcuddur. Ehtiyat su çəninə kimi quraşdırıb, həyətin işıqlanması hər birisi var. Qapının üstünə bu cür çardaqda yığılıb, məhəlləsi genişdir, məhləsini də göstərəcəm. Evin üz görünüşünü gördünüz. Evin yan tərəfinə keçmək olur. Digər evlərdə yoxdur, burada evin yan tərəfinə də keçmək olur, onu da göstərib sizə. Videomuz uzun çəkəcək. İstəyirəm tam ətraflı göstərim. O bəzi müştərilər görsün. Baxın, evin yan tərəfinə də keçmək olur. Ən azından keçmək olur. Deyirdiniz ki, evin arxasına keçmək olur. Bəli, yanına da arxasına da keçmək olur. Hündür zirzəmisi var. Rahat şəkildə alt hissəsinə artıq əşyalarınızı yığa bilərsiniz. Ehtiyat su çəni də o hissədə quraşdırılıb ki, sübə belə deyim, istipolun xəttləri də həmən hissədə kollektorik quraşdırılacaq. Kombi isə giriş qapının ağız hissəsindədir. Məhəlləsinə baxın, dəyərli izləyicilərimiz. Geniş məhəlləsi var. Rahat şəkildə avtomobil saxlamışam. Rahat şəkildə avtomobillər hərəkət edə bilir. Məhəlləsi genişdir. Bax, asfalt gördüyünüz hissəyə kimi asfaltdır. Bu hissədə də ki, harasa 60 metrdən sonra asfaltdır. Burada deyim, evəcən 60-70 metrəsi şebildir. Qalan hamısı asfaltdır. O da inşallah məhəllə cəmaatı yığışıb, buranda asfalt edəcəklər. Evimizin bir daha üz görünüşünü göstəreyim. Keçək iç təqdimata. Hörmətli izləyicilərim, bir daha üzr istəyirəm, təqdimatımız uzun çəkəcək. Kürsünün hündürlüyünə öz şahid olursunuz. Bu hissədə kombi üçün yer ayrılıb. Yəni evi ətraflı fikrimi çatdırmaq istəyirəm ki, görəsiniz ki, həqiqətən necə bir fikir. Bax, qranit metlaq gördüyünüz hissələr hamısı istipoldur. Birinci mərtəbədə yerləşən yataq otağı da istipoldur. Bir dənə qonaq otağı istipol deyil. Və digər evlərdən üstünlüklər çoxdur, sadaladıqca özünüz şahid olursunuz. Pilləkəndə beton pilləkəndir, üzü meşə materialından istifadə olunub. Kvadrat sahəsi genişdir. Bura evimizin qonaq otağıdır. Dəyərli izləyicilərimiz, evimiz kubçalı evdir. Çöldən çölə demirəm, çöldən çölə təbii ki çoxdur. Kubçada ev sahibi deyir ki, 140 kvadrat sahəsi var. Rahat şəkildə dövlət ipotekasına yarayır, daxili kredit deyil. Bura isə evimizin mətbəxidir, gördüyünüz işıqlı, bütün kommunallar da mətbəxdə mövcuddur. Bütün aynaların qarşısı da açıqdır. Evdə üstünlüklər, bunlar da hamısı, bütün aynaların qarşısı açıqdır, məsafələr hər birisi qorulub. Bu hissədə birinci mərtəbədə yerləşən yataq otağıdır. Burada həmi istipoldur, həmi kombi sistemidir, radiat sistemidir. Hansından istəsəz ondan istifadə edə bilərsiniz. 5 otaqdan ibarətdir. Birinci mərtəbədə gördüyünüz kimi qonaq otağı, mətbəx, yataq otağı və sanitar qovşağı yerləşir. Sanitar qovşağı genişdir. Bir də onu xatırladım ki, müştərilərimiz qardırob istəyirdi. Bax, bu hissəyə geniş bir qardırob yığdıra bilərsiniz. İkinci mərtəbəyə qalxaq. Evimizin qiyməti də gözəl qiymətdir. Həqiqətən bugünkü günü demək olar ki, 4 otaqlar qiymətinə təklif olunur. Burada da bölgü dəhliz vasitəsindəndir. Bu yüzden dəhlizdən eyvana çıxışı var. Öz həyətinin sahəsinə baxır. İkinci mərtəbədə 3 yataq otağı, sanitar qovşağı yerləşir. Yataq otaqlarının ölçüləri genişdir. Birinci yataq otağı, növbəti yataq otağı, sonuncu uşaqlar üçün nəzərdə tutulan yataq otağı. Yataq otaqlarına birbaşa duz gölünə və masajına rahat şəkildə izləmək olur. Çünki masajının ən gözəl hündür ərazisində yerləşir. Abşeron rayonu Masazır qəsəbəsi Daşqun bazarına yaxın. Şok marketdən birbaşa evə yaxın məsafədir. Marşrut xəttindən cəmi 200 metr məsafədə yerləşir.
Əlaqə nömrəmiz 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb dolğun məlumat ala bilərsiniz. Evimizin start qiyməti həqiqətən gözəl qiymətdir. 132 min manata təklif olunur. Real müştərilərlə təbii ki, qiymətdə razılaşmaq da olacaq.